Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan icması tərəfindən mədəni irs və qayıdış hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda 3-cü beynəlxalq konfrans keçirilir. Əvvəlcə Qərbi Azərbaycan icmasının fəaliyyəti ilə bağlı video çarx nümayiş olunub. Daha sonra Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunacaq. Tədbirdə qayıdış hüququ və mədəni irs, hüquqi və mənəvi əsaslar, maddi irs, qayıdışın fiziki təməllərinin qorunması, qeyri-maddi irs, qayıdışın canlı əsaslarının dirçəldilməsi, beynəlxalq əməkdaşlıq, qlobal dəstəyin səfərbər olunması mövzularında panellər keçiriləcək. Qeyd edək ki, 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər müzakirələrdə iştirak edir.